bütün peyğəmbərləri dost tutmaq, onları sevmək, onlara qarşı kin və ədavət hissləri keçirməkdən həzər etmək gərəkdir. Uca Allah buyurur: Kim Allahı, onun elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. O həmçinin buyurur: Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Bu ayədə Uca Allah möminlərin bir-birinin dostu olduqlarını bildirir. Belə olduğu halda, ən kamil imana malik olan peyğəmbərləri dost seçmək daha məqsədə uyğundur. Onlar yüksək məqam sahibi olduqlarından dolayı, möminlərin qəlbində onlar üçün xüsusi bir sevgi vardır. Buna görə də Uca Allah insanları Allaha, mələklərinə və peyğəmbərlərinə qarşı düşmən mövqe nümayiş etdirməkdən çəkindirərək buyurur: Kim Allaha, onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir. Həmçinin etiqad etmək lazımdır ki, peyğəmbərlər adi insanlardan üstündülər və insan nə qədər təqvalı, əməli salih olsa belə, onların dərəcəsinə çata bilməz. Çünki peyğəmbərlik Allahın dilədiyi kəsə bəxş etdiyi əvəz olunmaz bir nemətdir ki, bu da çalışmaqla əldə oluna bilməz. Uca Allah buyurur: Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən Allah eşidəndir, görəndir. O həmçinin buyurur: Bunlar öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbim müdrikdir, biləndir.